Xəbərdar etmişlər ki, bir yerdə lap kül kimidir. Orada mən bir qədər çətinliyə düşdüm, açığını deyim. Amma bu Abşeron qumunun özəlliyidir. Əslində səndə və dayanmaq olmaz, bək sürmək lazımdır. Çünki asta qaçan namərtdir. Və əlbəttə ki, burada əllə heç bir diferensialı filanı kökləməyə ehtiyac yoxdur. Sadəcə elektronika özü tənzimləyir yol səthindən asılı olaraq. Yəni sükanla və qazın pedalı ilə sərt davranış etmək olmaz. Stabil kurs çalışmaq lazımdır və stabil sürət. Və heç bir çətinliyə düşmür. Gördüyünüz kimi avtomobil qumda rahat hərəkət edir. Vaxtilə mən yeni çıxmışdı Audi Q7 və Dubayda səhrada, qumlarda qəsdən operatoruma dedim ki, mən bunu batıracağım, sən də çək. Amma nə qədər çalışsam da alınmadı. Mən indi görürəm ki, heç bunu da batırmaq çətin məsələ olacaq. Əgər çox ehtiyat eləsən, ola bilər ki, avtomobil də tərəddüd edir. Yəni sürücüdən də çox şanslıdır. Mən artıq gördüyünüz kimi biraz da dərin quma daxil oldum. Və mən düşünürəm ki, avtomobil qum sınağından çıxdı. Burada hətta bir sərt offroad da keçdik biz.